Deyirəm, nə yaxşı ki, bu həyatda hərdən bizim düşdüyümüz bəzi çətinliklər olur. Bax, həmin anda biz dərhal qəti olaraq qərar verə bilirik ki, kimlər bizim dostumuzdur və kimləri həyatımızdan silməliyik. Çünki xoş gündə və ya bir süfrə başında düşmən də sənə dost kimi görünür. Ruhu şad olsun Mədət Məhbubun yazır ki, çatmışam ömrümün mən bu yaşına, uymadım kimsənin yağlı aşına, dost məni çəkməsin süfrə başına, mən dostun qəlbində yer istəyirəm. Dostun xəyanətin düşünməkdənsə, ölüm mənə daha xoşdur. Odur ki, deyirəm, Allah hər birimizi dost xəyanətindən, dost hiləsindən, dost kinindən, dost nifrətindən qorusun. Dileyli bəylər demiş, dağlar başı duman olar deyiblər, çox həqiqət güman olar deyiblər, ev düşməni yaman olar deyiblər, məni dostlarımdan qoru, ilahi. Dost düşmən olarsa zəhərli oxdur, onun sevincindən əzabı çoxdur, elə düşmən var ki, qorxusu yoxdur, məni dostlarımdan qoru, ilahi. Dil tapa bilərəm öz düşmənimlə, aranı kəsərəm tez düşmənimlə, təkcə bacararam öz düşmənimlə, məni dostlarımdan qoru, ilahi.